Bu dəqiqələrdə Bakı Məhkəmə kompleksində təqsirləndirilən şəxs Azərbaycana və xalqımıza qarşı çoxsaylı cinayətlər törətməkdə təqsirli bilinən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində olan cinayət işi üzrə açıq keçirilən məhkəmə prosesi başa çatdı. Məhkəmənin hökmü ilə Ruben Vardanyan 20 il müddətinə azadlıqdan məhrum olundu. Məhkəmə qərarında da qeyd olundu ki, Ruben Vardanyan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin çoxsaylı maddələri, o cümlədən sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, terrorçuluğun maliyyələşdirilməsi, işgəncə, muzluluq, Azərbaycanın dövlət sərhədlərini qanunsuz keçmə və digər maddələri ilə təqsirli bilinir. Qeyd edək ki, Ruben Vardanyanın barəsində olan cinayət işi üzrə açıq keçirilən məhkəmə prosesi bu halda bir ilə yaxın məhkəmə istintaqı aparıldı. Ötən il yanvarın 17-sində başlanılmışdı məhkəmə prosesinə və bir il müddətində məhkəmədə yüzlərlə zərər çəkmiş və zərər çəkmişin hüquqi varisi məhkəmədə ifadə verdi və onlar hansı şəraitdə yaralandıqlarını, əzizlərini, doğmalarını necə itirdikləri barədə məhkəmədə öz ifadələrində qeyd etdilər. Eyni zamanda məhkəmə prosesində çoxsaylı sübutlar, faktlar tədqiq olundu, video materiallar, fotomateriallar araşdırıldı, tədqiq olundu və məhkəmə prosesində də onlar bir daha təsdiqini tapdı. Məhkəmə Ruben Vardanyan sərbəst ifadə verməkdən imtina etdi, amma məhkəmə prosesinin gedişatı zamanı o zərər çəkmişlərə və zərər çəkmişlərin hüquqi varislərinə çoxsaylı suallar ünvanlayırdı. Eyni zamanda özü də dövlət ittihamçılarının suallarını cavablandırmaqdan imtina etmişdi. Buna baxmayaraq Ruben Vardanyan bir il müddətində məhkəmədə çoxsaylı vəsadətlərlə çıxış etdi. Təbii ki, onun vəsadətlərinin qanunvericilik çərçivəsində olan vəsadətlərinin böyük bir hissəsi təmin olundu. Eyni zamanda qeyd edək ki, Ruben Vardanyan həm ibtidai istintaq zamanında, həm də məhkəmə istintaqı başlayanda özünün istəyinə uyğun olaraq özünün seçdiyi vəkillə təmin olunmuşdu. Amma məhkəmə prosesinin gedişatı zamanı özünün seçdiyi vəkilindən imtina etdi. Bundan sonra isə ona dövlət hesabına yeni vəkil təyin olundu və Ruben Vardanyanın hüquqlarını Azərbaycan dövlətinin vəsaiti hesabına təyin olunmuş vəkili sonadək müdafiə etdi. Ruben Vardanyan həm də məhkəmədə son sözlə çıxış etmişdi. Qeyd edək ki, Ruben Vardanyan Azərbaycana qarşı çoxsaylı, xalqımıza və ölkəmizə qarşı çoxsaylı cinayətlər törətməkdə təqsirli bilinirdi və məhkəmə ötən ilin sonunda yekunlaşdıqdan sonra bundan sonra məhkəmədə zərər çəkmişlər də son sözlə çıxış etdilər və onlar da ifadələrində, son sözlərində bildirdilər ki, onlar əzizlərini, doğmalarını itiriblər və Ruben Vardanyanın ömürlük azadlıqdan məhrum olunmasını məhkəmədən xahiş etmişlər. Həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar da Ruben Vardanyanın cinayət əməllərinin məhkəmə istintaqı zamanı sübuta yetirildiyini qeyd edərək onun ömürlük azadlıqdan məhrum olunmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə ötən iclasda qərar qəbul etmək üçün müşavirəyə getmişdi. Bugün isə həmin qərar, müşavirədən gələn hakimlər həmin qərarı elan etdilər. Məhkəmə prosesi artıq bağlı elan olundu.